Elhamdülillahi Rabbil alemin. Sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Həqiqətən həyat zaman ötüb keçir və qayıtmır. Necə ki, alimlər insanın həyatını, ömrünü bir aya bənzədiblər. Ay, hilala. Necə ki, deyir, o doğur ilk olaraq ay. Necə olur? İlk dönəmi, ilk dövrü. Nazik, balaca və sonra deyir ki, o ay böyüyür və sonra artıq elə bir hala gəlir, çatır ki, kamilləşir, tam formalaşır və hansı ki, açıq, aydın şəkildə görünən bir hala gəlir. Dəqiq, yəni ta artıq dolu bir halda olur. İlk halı hilal adlanır ayın. Artıq dolmuş halı isə 14-cü günlüyü Bədir adlanır. Və hər kəs də bunu deyir, görə bilir. Və çox keçmədən də təzdən ay yavaş-yavaş kamil olduqdan sonra yavaş-yavaş zəifləməyə doğru gedir. Yəni qayıdır əvvəlki halına. Yəni ayın sonuna doğru. Artıq bükülür. Və deyir ki, bu onu göstərir ki, İnsanın ömrü də, insan doğulur, dünyaya gəlir, kiçik olur, körpə uşaq olur. Elə bir halda olur ki, o möhtac olur, ehtiyaclı olur. Onun görməsi uzağı görə bilmir, tuta bilmir, yəni həddindən çox zəif olur. Sonra o yavaş-yavaş böyüməyə doğru gedir və o böyüyür, hətta artıq gənclik dövrünə çatır, gəncliyin elə bir mərhələsinə və o gənclik mərhələsindən sonra da artıq ömrünün ən kamil çağına yetişir. Ömrün ən kamil çağı 40 yaşdır. 40 yaş ömrün ən kamil yaş həddidir. Yetişkin həddidir. Hansı ki, bu barədə Allah Teala Əhqaf surəsində buyurur ki, hətta İzə bələğə əşuddəhu və bələğə 40 sənətən. Allah Teala bu ayədə buyurur ki, 40 yaşına çatdıqda artıq kamillik, o yetkinlik dövrünə insan çatır. Yəni insan deyir 40 yaşına çatdıqda artıq kamilliyə yetişkin bir çağa yetişir. Və bu onu göstərir ki, insanın həyatı ilk mərhələdə necə olur? Zəif olur. Və sonra get-gedə gənclik mərhələsinə gəlir və ondan sonra kamillik yaşına gəlir. Və sonra, əziz qardaşlar, insanın həyatı sonlanmağa doğru gedir. Elə bir sonlanmağa ki, ondan o tərəfə yoxdur. Yəni, sonunc dayanacaq bir yer var, dayanacaq bir nöqtə var. Və hər bir kəsin dayanacağı bir nöqtəsi var, sonluğu var. Allah Teala kimə hətta onu yazıbsa, yəni ömrünün son çağları, yəni söhbət burada yaşlı çağlardan gedir. Yəni ta o yaşına qədər Allah Teala kimə təqdir edibsə o baş verəcəkdir. Yəni ömrün son dayanacağında insanın artıq nəyi gözləyir? Deyir, o ləzzətləri deyir, parça-parça edən o karvanı gözləyir. Hansı ki, ölümün artıq o karvanını gözləyir, qafiləsini gözləyir. Yəni insanın elə bir dövrü var ki, artıq insan istəsə də, istəməsə də o dövr gəlib insana çatır. Yəni ona görə insan deyir, bu həyatda ona verilən həyatdan səmərəli istifadə etməlidir. Necə ki deyir, ay təzədir, doğur, sonra yavaş-yavaş böyüyür, ən kamil hala çatır və ondan sonra deyir, yavaş-yavaş zəifləməyə doğru gedir. Və eləcə də insan bir körpə olur, sonra gənclik çağına yetişir və gənclik çağından sonra yaşının ən kamil, yəni çağına yetişir. Allah Teala təqdir edibsə 40 yaş və ondan sonra yavaş-yavaş artıq deyir, o son dayanacağa doğru gedir. Allah Teala onun təqdirinə nəyi yazıbsa o baş verəcəkdir. Bu qaçınılmaz bir şeydir. Və insanın son dayanacağından sonra gedəcəyi yer nə adlanır?
bərzəx həyatı adlanır. Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Ya eyyuhan-nasu, in kuntum fi raybin minal ba'si fa inna xalaqnakum min turab." Deyir ki, ey insanlar, yenidən diriləcəyinizə şübhə edirsinizsə, əgər siz yenidən diriləcəyinizə şübhə edirsinizsə, bilin ki, biz sizi torpaqdan yaratmışıq. Allah Teala insana nəyi bəxş edibsə, o mütləq baş verəcəkdir. Ona görə əziz qardaşlar, əziz müsəlmanlar, insan bilməlidir ki, ötən günü geri qaytarmaq mümkün deyil. İnsanın ömrünü, necə ki deyir, bir ayın ömrünə bənzədiblər. Necə ki, ay başlayır hilal vaxtı olmağa, ilkin mərhələsi və sonra bədirlənir. Və ayın günləri ilə, ayın durumu ilə deyir, insanın günləri və durumu müştərəkdir. Necə ki deyir, o balaca olur, sonra böyüyür, sonra dolğunlaşır və ondan sonra yavaş-yavaş zəifləməyə doğru gedir. Subhanallah, çox necə də yəni maraqlı qeyd edir. Yəni deyir, eləcə də deyir, insanın necə ki deyir, günləri və gecələri bir-bir ondan getdiyi kimi, deməli onun günləri getdiyi kimi eyni ilə deyir, ayın günləri kimi deyir, müştərəkdir deyir, insanın günləri ilə, gecələri ilə ayın günləri, gecələri müştərəkdir. Və hər ötən gün artıq gedir və qiyamətə qədər bir də qayıtmayacaq deyir, gedən gün. Ona görə insan ona verilən bir neymətin qədrini bilməlidir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm çox gözəl buyurmuşdur. Ömrü dəyərləndirmək barəsində, ömrün qiymətini, qədrini bilmək barəsində və ömrün bir xəzinə olması barəsində, ömrün bir qazanc, qənimət olması barəsində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: "İğtənim xamsən qablə xamsin." Deyir, 5 şey gəlməmişdən qabaq 5 şeyin qədrini bilin. Bilirsiniz əziz qardaşlar, burada həqiqətən insan onu düşünür ki, bu hədislər və ayələr və hikmətli sözlər deyiləndə insan həqiqətən bəzən düşünməlidir. Yəni Rasulullahın sözlərində həqiqətən insanı düşündürəcək çox böyük mənalar var. Fikir verin, sözə baxın, cümləyə deyir ki, 5 şey gəlməmişdən qabaq 5 şeyin qədrini, qiymətini bilin. Onun dəyərini bilin, onun qazancını bilin. Ən əsas qazancı vurğulayır Peyğəmbər sallallahu əleyhi və səlləm burada. Ən önəmli, ən mühüm olan o xəzinəni vurğulayır. Əsas qazanc, əsas qənimət nədir? Fikir verin, buyurur ki, deyir ki, şəbəbəkə qablə haramik. Deyir ki, qocalıq, yaşlılıq, o əldən düşmək gəlməmişdən qabaq gəncliyinin qədrini, qiymətini bil. Hanı gənclər? Burada neçə dənə gənc var? Diqqətlə qulaq asın. Vallahi bu hədislər bizim hər birimiz üçün böyük ibrətdir. Diqqətlə qulaq asmaq lazımdır. Qulaqdan alıb qəlbə ötürmək lazımdır. Baxın nə deyir Peyğəmbər sallallahu əleyhi və səlləm? Deyir ki, qocalıq gəlməmişdən qabaq gəncliyinin qədrini bil. Və bu hədislərin hər birində çox böyük mənalar var. Niyə əziz qardaş? Çünki insan gəncliyində olan ibadətində şövq olur, güc olur, taqət olur. Yəni insan biraz ağrıyan kimi ibadətdə də artıq nə yaranır? Naqislik baş verir. Ona görə nə qədər ki gəncsən, cavansan və sizə aiddir. İbadətin, ömrünün, gəncliyinin qədrini bil. Fikir verirsiniz? Deyir ki, qocalıb əldən düşməmişdən əvvəl gəncliyinin qədrini bil. Sonra baxın. Deyir ki, "Və-sihhətəkə qablə səqamik." Bu cümlələrin hər biri, hər birimizi böyük, yəni düşüncəyə salmalıdır. Fikirləşməliyik, ibrət almalıyıq və həyatda tətbiq etməliyik. Deyir ki, xəstəlik gəlməmişdən qabaq sağlığının qədrini bil. Həqiqətən. Ola bilər bunu, bax, burada olan gənclər bunu şuurunda, təfəkküründə, fikrində olmaya biləsiniz. Amma artıq o biraz yaşa dolmuş insanlar bilirlər də ağrı olan kimi artıq o ayıra bilirlər də həyatın o acısını, şirinini, belə deyək də. Yəni insan artıq ayıra bilir.
xəstəlik gəlməmişdən qabaq o sağlığının qədrini bil. Bu gün sağlıq Allahın ən böyük nemətidir. Sənə Allah Teala güc verib, qüvvət verib. Sən bacarırsan, amma səninlə elə insanlar var eyni yaşıdda, onlar gözdən məhrumdur. Görməkdən, eşitməkdən məhrumdur. Yeriməkdən məhrumdur, tutmaqdan məhrumdur. İnsan bunun qədrini bilməlidir. Əlində olan neymətlərin qədrini bilməlisən. Nə qədər ki, gəncsən, sağlamsan, qocalmamısan, xəstəlik sənə gəlməyib, ağrı gəlməyib, onun qədrini bilməlisən. Hələ ki, əlhəmdülillah, neymət içərisindəsən. Allah daha da neymət içərisində etsin bütün müsəlmanlara. Baxın, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, وَغِنَاكَ قَبْلَ فَقْرِكَ Kasıblıq gəlməmişdən qabaq, əlində olan o zənginliyin qədrini bil. Nə qədər ki, yəni sənin əlində mal var, sərvət var, onun qədrini, qiymətini bil. Ola bilər, elə bir insan duruma düşə bilər, çətin duruma, kasıblayar, Allaha asilik eləyər. Əlində olan neymətin qədrini bilmək lazımdır. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, وَفَرَاغَكَ قَبْلَ شُغُلِكَ Məşğuliyyət gəlməmişdən qabaq, boş vaxtının qədrini bil. Bugün bax, xüsusən də gənclərə aiddir, cavanlara. Telefon məhv eləyibdir bütün gənclərə. İstər oğlan təbəqəsi olsun, istər qız təbəqəsi olsun. Bütün vaxtını, ömrünü harda keçirir? Telefonda. Subhanallah. Bu hədis bizim üçündür. Biz bunu eşitdik, əməl eləməliyik. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu bizə deyib, bizə, inananlara, sən, mən, biz inanırıqsa, biz bunu əməl eləməliyik. Bugün uşaqlar çox təəssüf, müsəlmanların evlatları, başqalarını qoyaq kənara, həqiqətən acı da olsa, bu təəssüf doğuran haldır, acı həqiqətdir. Bugün sənin rahat vaxtın var, hər cür rahat vaxtın var, sən bundan istifadə etməlisən. Sizin yaşınızın ən gözəl dövrüdür. Quran-ı Kərimi öyrənmək dövrüdür. Quranı oxumaq dövrüdür. Əzbərləmək dövrüdür. Saatlarla vaxtını insan, müsəlmanın evladına yaraşmaz telefonda keçirməsi. Telefonda o zaman keçirə bilərsən ki, yararlı bir şey varsa, faydalı bir şey varsa, elm öyrənirsən, istər dünyəvi, istər şərii, onda olar. Sonra baxın nə deyir? وَحَيَاتَكَ قَبْلَ مَوْتِكَ Peyğəmbər sallallahu aleyhi və səlləmin bax bu sözü ən dəhşətli sözdür. Ölüm gəlmədən əvvəl həyatının qədrini bil, qiymətini bil. Yenə də bizə aiddir. Bugün vaxtın var, imkanın var. Əlində Allah Teala sənə ömür verib və bu ömür sənin üçün böyük bir fürsətdir. Allahın neymətidir sənin üçün. Sən də o ömrü neynisən? Həyatı zay eləyirsən. Boş-boş işlərlə. Hara gəldi gedirsən, harda gəldi ömrünü keçirirsən, necə gəldi keçirirsən, telefonla, saatlarla telefonlarda baxsan. Olar mı bu müsəlmana yaraşarmı? Hamısı yazılır. İnsanın əməl dəftərinə yazılır. Bunu biz xatırlatmalıyıq, əziz qardaşlarım. Bunu biz xatırlatmasaq, biz bunu deməsək, bəs necə olar? Bütün günü həqiqətən müsəlmanların evlatları acınacaqlı haldır. Bu deyilməlidir. Saatlarla telefonlara baxır. Olar belə şey, qardaş. Yenə deyirəm, faydalı şey olar. Faydalı olmazsa da olmaz axı. Baxın, deyir ki, ölüm gəlmədən əvvəl həyatının qədrini bil. Əgər sən həyatının qədrini bilməsən, ölüm gəlsə artıq hər şeyi itirmirsən. Hər şeyi. Bütün hər şeydən məhrumsan. Bugün fürsətdir sənin üçün Allahın dinini öyrənmək. Şəriəti öyrənmək, Quranı öyrənmək, Quran oxumaq. Əgər sən bundan fayda əldə etmirsənsə, sabah sənin əleyhinə olacaq o həyat, o ömür, Allahın sənə verdiyi ömür, qiyamət günü sənin əleyhinə olacaq. Və peşman olacaqsan. İnsanın ömrü, onun ömrü, zaman içərisində olan onun ömrü, vaxtı, sanki deyir, bir savaş içərisindədir. Həqiqətən. İnsan deyir, bizdə də belə bir ifadə var. Həyatla çarpışır. Həmən şeydir. Yəni, insan həyatla çarpışır. Yəni, hansı meydandadır? Savaş meydanında. Ya sənin əleyhinə olacaq yaşadığın bu zaman,
Bu ömür ya sənin leyhinə. Ona görə insan fikirləşməlidir. Niyə belə adlandırdı Peyğəmbər s.ə.v? Fikir verin, deyir ki, bu məsələlərin hədisdə keçən, zikr olunan bu məsələlərin hamısı nə ilə əlaqədərdir? Hamısı deyir, zamana bağlıdır. Hamısı zamanla əlaqəlidir. Gəncliyini bütün günü hədər etsən, yaşlaşanda nə olacaq? Heç bir şey. Heç nə. Heç bir şey qazanmayacaq. Peyğəmbər sallallahu aleyhi və səlləm fikir verin, nə deyir? Yəni, hədisdə keçəni alimlər necə qeyd edir? Deyir, yəni insanın sağlığı ilə deyir, xəstəliyin arasında duran nədir? Zamandır, vaxtdır. Yəni, əgər insan sağlamlığı yerindədirsə də, xəstəlik gəlməyibsə, o ondan istifadə etməlidir. O xəstəliklə sağlamlıq arasında olan insan o zamandan istifadə etməlidir. Yəni, insan o zaman içərisində çarpışır. Eyni zamanda da yəni, insanın əlində olan o sərvəti ilə, imkanı ilə fəqirliyi arasında duran nədir? O zamandır. Və həmçinin də insanın o boş vaxtı ilə məşğul olduğu zaman, yəni o vaxt arasında duran nədir? Zamandır. Eləcə də həyatı ilə ölümü arasında olan nədir? Zamandır. Sən bu gün həyatının qədrini bilməsən, sənə verilən həyatı səmərəli istifadə etməsən, ölüm gələndən sonra çox şey itirmiş olacaqsan. Həqiqətən. Ona görə bugün insan bunun qədrini bilməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm də bu zamanı bütövlükdə məcmua olaraq nə adlandırdı? Ömür adlandırdı. Ömür. Yəni bu şeylərin hamısı insanın ömründə baş verir. Başa düşürsən əziz qardaş. Bax bu hədisdə zikr olunan məsələlər var ha. Bunların hamısı insanın ömrünün daxilində baş verir. Ömründən kənarda baş vermir. Sağlam olması da, xəstələnməsi də, imkanının olması da, fəqir olması da, qocalması da, yaşlaşması da, bunların hamısı nə zaman baş verir? İnsanın ömrü daxilində baş verir. İnsan ya deyir qazanır, ya əldə edir, yaxud da deyir məhrum olur, deyir, itirir. Vay deyir o kimsənin halına ki, o deyir o qənimətləri itirmişdir. Ona görə gənclik insan üçün deyir bir qənimətdir. Eşidirsiniz, sizə aiddir. Gənclik, cavanlıq sizin ən gözəl çağınızdır. Sizin üçün ən qiymətli, dəyərli vaxtdır. Onu fəsada uğradan nədir? Qocalıq. Əgər bugün sizə deyilməsə, sizə bu tövsiyə olunmasa, siz özünüzü düzəltməsəniz, yaşlaşanda onda nə olacaq? Gec olacaq. Sizə bugün bu tövsiyələr deyilməlidir ki, siz özünüzü düzəldəsiniz. Və həmçinin insanın ən dəyərli olan, ən qənimətli olan halı nədir? Sağlığı. Sağlıq onun üçün bir qiymətlidir, qənimətdir, qazancdır. Onu fəsada düçar edən nədir? Xəstəlik. Xəstə olduqda artıq o qənimətin, o dəyərini bilmir. Artıq itirmişdir. Bugün sən o qənimətin dəyərini bilməlisən. Və həmçinin bugün əlində olan imkanın qədrini, qiymətini bilməlisən. Ki Allah Teala sənə bugün sənə neymət bəxş edir. Və bu süfrənin üstündə olan neymətlər. Buna görə şükür etmək lazımdır. Allaha təşəkkür etmək lazımdır. Valideynə təşəkkür etmək lazımdır. Bu neymətin qədrini bilmək lazımdır. Bu neyməti əziyyətlə o valideyn əziyyət çəkib gətirir. Vallahi buna görə cavab verəcəksiniz. Hamınız. Əgər insan bu neymətin qədrini bilmirsə, Allahın qarşısında cavab verəcək. Fəqirlik onu deyir, kasıblıq onu düçar edir. Və həmçinin eləcə də insan əlində olan boş vaxtının qədrini bilmirsə, əgər heç bir məşğuliyyət, yəni heç bir səbəb olmadan nə ilənsə bu məşğul olursa, boş-boş vaxtını itirirsə, o artıq hər şeydən məhrum olmuşdur. Onun deyir, qazancını fəsada, o boş vaxtında olan o qazancını fəsada uğradan nədir? Faydasız işlərlə məşğul olması. Bugün sizin üçün ən gözəl vaxtdır. Siz bugün çox şey əldə edə bilərsiniz, çox şey öyrənə bilərsiniz. Allahın kitabını, Peyğəmbərin hədisini. Amma siz əgər
sizə fayda verməyən bir işlə məşğul olursunuzsa, deməli siz əsas dəyəri itirmisiniz. Peyğəmbərin dediyi o boş vaxtı itirmisiniz. Boş vaxtını sən nə ilə keçirirsən? Zay edirsənsə, Allahın qarşısında cavab verəcəksən. Və həmçinin insanın o həyatını fəsada uğradan nədir? Ölüm. Əgər bugün sənin əlində imkan varsa, sənin üçün həyat varsa, o sənin üçün bir qənimətdir. Allahın bir qənimətidir, qazancıdır. Sənə verilən ömürdən, sənə bəxş olunan o həyatdan sən çox şey əldə edə bilərsən. Allahın kitabını oxuya bilərsən, valideynlərlə gözəl rəftar eləyə bilərsən, əxlaq, ədəb öyrənə bilərsən və ancaq ölüm gəldikdən sonra deyir, ölüm neynir insanın həyatını puça uğradır, fəsada düçar edir. Nə qədər deyir, çox qazanclar var. O zaman deyir, hanı deyir, o qazancları əldə etmək istəyən kimsələr. Qazanclar çoxdur. Hanı o qazancları deyir, əldə etmək istəyən kimsələr. Yaxşı eşidin. Biz burada danışırıq. Bir müddətdən sonra bu mövzu burada qutaracaq. Hər kəs evə gedəcək. Amma burada olan, bax bu cavan qardaşlarımız burada deyilənlərdən ibrət almalıdır. Düşünməlidir. Düzdür, geniş düşünə bilməsə də, amma bilməlidir ki, sən müsəlmanın evladısan. Sən bugün telefonla ömrünü zay etməməlisən, vaxtını zay etməməlisən, valideynini incitməməlisən. Əgər valideyn sənə deyir ki, ey evlad, yığışdır o telefonu, yığışdır. Ana deyirsə, ata deyirsə, yığışdır. Bugün evladlar var ki, anasının üzünə qayıdır. Atasının üzünə qayıdır. Müsəlmanın. Bu acınacaqlı haldır. Hara gedir bə yaxşı? Bax, siz ümmətin şəbəblərisiz, gənclərisiz. Siz bu ümmətin, İslam ümmətinin yeni gələcəkdəki olan nəsilisiz. Yeniyetmələrisiz. Siz bugün bütün vaxtınızı zay edib, telefonla keçirsəniz, biz gələcəkdə sizdən nə gözləyək? Siz bugün valideynin üzünə ağ olsanız, valideyni incitsəniz, onlara qarşı gəlsəniz, anıya qarşı, atıya gəlsəniz, nə olacaq sizdən gələcəkdə? Biz nə gözləyək sizdən? Hansı gözləntiləri gözləyək? Axı biz istəyirik ki, müsəlmanların evladları fəxr olunsun. Biz çox şey gözləyirik sizdən. Hara gedir bu müsəlmanlar? Cahilləri başa düşdük. Cahillərinki bərbad vəziyyətdədir. Allah islah etsin xalqımızı, insanlarımızı. Axı müsəlmanların evladları belə uçuruma getməsi həqiqətən acınacaqlı haldır. Yekə oğlan, yekə qız valideynin sözünü eşitmir. İtaət eləmir. Qışqırır hələ üstünə. Belə şey olar mı? Nə qədər gənclər olub, bax diqqət edin, nə qədər cavan gənclər olub, gəncliyinin ən gözəl çağında həyatını itirib. Və yaxud da ki, başqa müsibətlərə düçar olub. Allah Teala müsəlmanların evladlarını qorusun. Amma bu həyatdır. Yaşadığımız həyatda bu şeylər baş verir. Nə qədər o gəncliyinin gözəl çağlarında olan insanlar olub, o gəncliyinin bahar çağı deyirlər da, insanlar olub, gənclər həyatını itirib və ya hansısa bir xəstəliyə düçar olub. Hansı ki, bu həyatdan bir gedəndə burada bir ifadə var. Deyir ki, elə insanları, məhşur insanları sevirmiş. Bəlkə də Peyğəmbərin həyatından o qədər də bilgili deyildi. Allahın ona buyurduqlarından o qədər də bilgili deyildi, amma deyir, məhşur insanları sevirdi. Məhşur yəni tanınmış insanlara. Qeyri-müsəlmandan söhbət gedir. Amma nə qədər arzuları var idi, o düşünməzdi ki, o ləzzətləri, o istəkləri bir gün yarı yolda qalacaq. Ona görə əcəl çatmamışdan qabaq insan ona verilən tövsiyələrdən düzgün istifadə etməlidir. Və insanları bəzən kör-körənə pis yola sürükləyənlər var. Xüsusən cavanları, gəncləri. İnsan bundan həzər etməlidir. Cürbəcür oyunlarla, cürbəcür əyləncələrlə, xüsusən cavan təbəqəni.
Müsəlmanın evladı düşünməlidir ki, sənin valideynin müsəlmandır. Olar, əylənmək də olar, oynamaq da olar. Heç kim demir ki, olmaz. Dinimizdə də elə bir şey yoxdur ki, olmaz. Amma hər şeyin bir həddi var. Əgər sən həddindən artıq edəcəksənsə, da nə oldu onda? Sənin o birisilərlə, cahillərlə nə fərqin oldu? Allah Teala buyurur ki: "Vahile beynehum ve beyne ma yeştahun kema fu'ile bi eşya'ihim min qabl. İnnahum kanu fi şekkin murib." Allah Teala buyurur ki, artıq onlarla, yəni özləri ilə istədikləri, arzu etdikləri şey arasında bir maneə törədilmişdi. Onlar daha öncə özlərinə bənzər kəslər barəsində də belə edilmişdir. Çünki onlar da dərin bir şək şübhə içərisində idilər. Yəni artıq onların istədikləri iman və tövbə arasında bir maneə yaranmışdır. Və bir də onların dünyaya qayıdıb tövbə və iman sahibləri olmaları qeyri-mümkündür. Və Allah Teala bildirir ki, daha öncə özlərinə eyni bənzər kəslər, yəni inkarçılar barəsində də bu eyni olunmuşdur, belə edilmişdir. Çünki onlar da axirət əzabı barəsində dərin bir şək şübhə içərisində idilər. Yəni insan bilməlidir ki, bugün sənə əgər düzgün tövsiyə olunursa və sonra tövsiyədən faydalanmalısan, vaxtını, ömrünü zay etməməlisən. Ömür sürətlə gəlir, keçir. Əgər sən bu ömrü zay etsən, heç bir şey əldə etməyəcəksən. Ona görə insan bilməlidir ki, onun yoldan çıxardan pis yoldaşlardır, pis dostlardır və həmçinin insanın ən böyük düşməni olan şeytandır. Allah Taalaya iman gətirmək, səmimi qəlblə, ona bağlanmaq, ixlasla insanı şeytandan qoruyan vasitədir. Və həmçinin Allahın buyurduqlarına ixlasla yanaşmaq, ibadətləri ixlasla etmək, riyakarlığı tərk etmək insanı şeytandan qoruyan vasitədir. Eləcə də Peyğəmbəri sevmək, Peyğəmbərin yoluna tabi olmaq, onun buyurduqlarını qəlbən, sidq-ürəklə yerinə yetirmək və onun dinində olmayan bidətləri tərk etmək şeytandan qoruyan vasitədir. Bax, bu sadaladığım, indi yenə sadalayacağım vasitələri yaxşı-yaxşı qulağınızda saxlayın. Hər birinizə aid. Xüsusən də sizə. Siz şeytandan qorumaq üçün özünüzü, baxın, bugün ümmətin gənclərini, cavanları şeytan necə yoldan çıxardır. Allaha iman gətirmək səmimi ürəkdən və həmçinin ixlasla, riyakarlığı tərk etmək, Peyğəmbəri sevmək və onun yoluna tabi olmaq, Allahın dinində olmayanları tərk etmək insanın imanını qoruyan və həmçinin şeytandan qoruyan vasitədir. Eləcə də namazları vaxtında qılmaq. Telefona baxanlar, namazları vaxtında qılırsınız, valideyn deməsə mümkün deyil. Bax, insan əgər namazı vaxtında qılırsa, o zaman o özünü şeytandan artıq qorumuş olar, şeytana qalib gəlmiş olar. Yox, əgər sən əlindəki telefonla oynayıb namazın vaxtı keçirsə, deməli şeytan sənə qalib gəlir. Fikir verirsən? Namazı vaxtında qılmaq, Allahdan layiqincə qorxmaq, Allahdan utanmaq lazımdır. Namazın vaxtı girəndə namazı qılmaq lazımdır. Xüsusən də, bax burada, məscidə ən yaxın evlərdən biridir. Ən yaxın. Əgər buradan məscidə gedib namazı qılmırsa, deməli nədir? Şeytan o zaman ona qalib gəlir. Əgər buradan məscidə gedib namazı qılmırsa. Sonra, əgər insan istəyir ki, şeytana qalib gəlsin, o zaman namazları vaxtında qılmaqla, fərz namazlarınla bərabər sünnətləri də qılması insana şeytana qalib gəlmək üçün bir vasitədir. Həmçinin Allahdan layiqincə utanmaq, Allahdan qorxmaq, Allahı daim yada salmaq, onu xatırlamaq, Allahı zikr etmək şeytandan qoruyan əsas vasitələrdəndir. Allahın huzurunda pis əməl etdikdə tövbə etmək. Əgər valideynin üzünə ağ olarsa insan, valideyninə, anasına, atasına ağ olarsa, həmən dərhal tövbə etməlidir.
Allahdan bağışlanma istəməlidir. Əgər sən valideynin üzünə ağ olursan, tövbə etmisənsə, bil ki, böyük günah daşıyırsan. Allahın qarşısında cavab verəcəksən. Nəfsini hesaba çəkməlisən. Elə cahillərin evlatları var ki, valideyninə əziyyət vermir. Amma çox təəssüf bugün müsəlmanların evlatları var ki, valideyninə olmazın zülmünü verir. Sözü ilə, bəlkə də əli ilə. Allahdan qorxmaq lazımdır. Utanmaq lazımdır Allahdan. Allahdan utanan heç valideyninin üzünə qaydarmı? Əgər valideyninə qarşı çıxırsansa, həmən Allahdan tövbə istə. Həmən Allahın qarşısında istiğfar elə. Əllərini açaraq, dizini yerə qoyaraq, ağlaya-ağlaya. Valideynini itirən insanlar var. Bir gün onun görmək həsrəti ilə yaşayanlar var. Bugün əgər sən valideyninin qədrini, qiymətini bilmirsənsə, vallahi, o zaman sənin gələcəkdə də halın necə olacaq Allah bilir. Müsəlmanın evladına yaraşmaz. Allaha dua etmək lazımdır ki, Allahdan istəmək lazımdır ki, səni şeytanın şərrindən qorusun. Allaha sığın. Allahdan bağışlanma dilə. Daimi şeytandan Allaha sığın. Şeytandan qoruyan vasitələrdəndir ki, Əuzu billahi minəşşeytanirracim demək. Bütün vaxtlarında, istər namazda olsun, istər Quran oxuyanda olsun, istər qəzəblənəndə olsun, sabah olsun, axşam olsun, hər zaman evdən çıxanda, harda olursan ol, daimi şeytanın şərrindən Allaha sığın. Çünki sən nə qədər şeytanın şərrindən Allaha sığınsan, Allah səni qoruyacaqdır. Əksi halda, əgər sən şeytanın şərrindən Allaha sığınmasan, qəzəblənəndə, o zaman bil ki, şeytan sənə qalib gələcəkdir. Və həmçinin şeytana qalib gələn vasitələrdən biri də Allahın kitabını oxumaqdır. Bugün bayaq hədis danışdıq. Bugün hədis söylədik, bayaq biraz əvvəl. Sual verməlidir. Bax, bu gənclər, burada olan gənclər, bugün Allahın kitabından neçə ayə oxuyub? Nə qədər oxuyub? Bunu siz oxumalısınız. Siz bunu Allahın kitabını oxumalısınız. Siz oxumayanda onsuz da cahillər oxumur. Və siz oxumalısınız axı Allahın kitabını. Yatanda Ayətül Kürsünü oxumaq lazımdır. Şeytandan qoruyan vasitələrdəndir. İndi soruşacağım, əzbər bilirsiniz. İndi dərs gedir. İstəmirəm. Dərsdən sonra soruşaram. Ayətül Kürsünü əzbərləmək lazımdır. Yatanda bu ayəni əzbərləyib oxumaq lazımdır. Şeytandan başlıca qoruyan vasitələrdəndir. Qəzəblənəndə, əsəbləşəndə dəstəmaz almaq lazımdır. Dəstəmaz şeytandan insanı qoruyan vasitələrdən biridir. Nə üçün? Çünki şeytan nədən yaranıb? Oddan yaranıb. Su da odu söndürür. Ona görə insan dəstəmaz alanda sərin suyla o qəzəbləri sönür. Və həmçinin Allahın qarşısında hər gün istiğfar etmək lazımdır. Hər gün telefona baxırsınız. Vaxtınızı zay edirsiniz. O vaxtınızı zay etdiyiniz qədər 10 dəfə Allahdan bağışlanma istəyirsinizmi? Öz nəfsinizə verin o sualı. Mənə yox. Öz nəfsinizə o sualı verin ki, hər gün Allahın qarşısında 10 dəfə, 20 dəfə Allahdan bağışlanma istəyirsinizmi? Peyğəmbər sallallahu aleyhi ve sellem gün ərzində 100 dəfə istiğfar eləyərdi. Da belə yox, əstəğfirullah, belə yox. Belə zikr olunmaz. Nə səhər, nə axşam belə zikr olunmaz. Zikri də eləndə insan təmkinlə etməlidir. Heç bir mahiyyəti olmur, faydası olmur. İnsan gərək zikri də edəndə onu elə şəkildə etsin ki, onun faydası olsun. Həmçinin la havlə və la quvvətə illə billah zikri. Əzbərləmişsiniz bu zikri. Bu zikr insanı şeytandan qoruyan vasitələrdəndir. Bax, indi gəlir. Evləri şeytandan qoruyan vasitələrdən musiqiləri evlərdən uzaqlaşdırmaq. Əlindəki telefonda hər gün nə qədər o musiqinin səsi çıxır evdən? Bütün oyunların da hamısı musiqi ilə. Bu bizim üçün həqiqətən, hər birimiz üçün acınacaqlı haldır. Evlər mütləq, bax bu hamısı şeytanın tuzaqlarıdır.
musiqilərdən qorunmalıdır. Əlbəttə ki, cahil təfəkkürdə olan insanlar bizə yanaşmaları ki, bunlar musiqi, əlbəttə biz Peyğəmbərin və şəriətin buyurduğu necədir, o cür yanaşırıq. Nə qədər ki, biz özümüzü şeytanın qarşısında həlak etsək, o zaman biz həmişə uduzacaq. Şeytana qalib gəlmək üçün gərək evlər təmizlənməlidir. Nə qədər evlərdə, nə qədər eşidirsən ki, müsəlmanlar, cahillərdə bəlkə də o olmur. Ruqiyyə elətdirirlər. Eşidirsən, hamı ruqiyyəçi axtarır. Hamı ruqiyyəçi axtarır. Ruqiyyə elətdirir. Səbəb nədir? Bütün gün evdə musiqilər. Cürbəcür konsertlər. Oradakı konsertlə, konsert olan məkanla evdə nə fərqi var? Subhanallah. Və ya evdə it saxlamaq. Allah müstəhan. Evdə it saxlamaq. İt nə zaman saxlanırlar? İt qapını qorumaq üçün, heyvanı qorumaq üçün olar. Evdə it saxlanıldıqda insan necə şeytana qalib gələ bilər? İtlər saxlayırlar, cürbəcür itlər. Allah Teala bərəkət verərmi o evə? O evdə mələklər gələrmi? O evdə rəhmət olarmı? Sükunət olarmı? Subhanallah lazım. Münkər əməllər nə qədər ki, o evdə baş verəcək, mümkün deyil insan o evi təmizləsin, qorusun. Bax, mütləq evləri təmizləmək üçün bax, bu şeylərdən istifadə etmək lazımdır. Nələrdən? Allahın kitabını oxumaq lazımdır. Allahın kitabını həm özün oxu, həm qoy. O telefonda bütün günü cürbəcür musiqilər, mahnılar evdə o sədası çıxmaqdan Allahın kitabı qoy, qariləri qoyun, oxusun. Allahın kitabınla qoy, evin içi bərəkətlənsin. Həmçinin uşaqların qorunması üçün evdə şeytandan qorulan vasitələrdəndir ki, zikirləri öyrənmək. Səhər axşam zikirlərini eləyirsiniz siz. Səhər axşam zikirləri. Bax, insanı şeytandan qoruyan bir qaladır. Niyə adı qoyulub? Husn. Husn nədir? Qala. İnsanı qoruyur. İstər balaca olsun, istər böyük olsun. Hər kəsi şeytandan qoruyan bir qaladır zikirlər. Daimi insan zikirləri etməlidir. Səhər, axşam, evə girəndə, evdən çıxanda. Bu zikirlər mütləq lazımdır. Səhər, axşam zikirlərini əzbərləmək lazımdır, bilirsiniz? Onlar mütləq tətbiq olunmalıdır. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləmin bir dənə hədisi var. İnsanın Allah qarşısında etdiyi əməli batil edir. Xeyr əməli. Namaz da qılsan, vacib namaz, fərz namaz, nafilə namaz da qılsan, xeyr əməl, vacib əməllər də etsən, nafilə əməllər də etsən, Allahın qarşısında əgər insan bu əməli edəcəksə, batil olacaq. Baxın, Fələfətun lə yəqbəlullahu minhum sarfən və lə adilən. 3 nəfər, 3 sinif insan var, Allah onlardan nə vacib ibadəti və nə də ki, nafilə ibadəti qəbul etməyəcək. Necə ki, Həsən əl-Basri deyir, sarfən və lə adilən kəlməsinin şərhində. Əqqun, bax bu kəlmə var ha, bilirsiniz nədir? Nankör evlad. Allah Teala nankör evladdan xeyir əməlləri qəbul etməyəcək. Əgər o evlad ki, anıya qarşı çıxır, atıya qarşı çıxır, namaz da qılsa, zəkat da versə, salih əməllər də etsə, Allah ondan qəbul etməyəcək. Əgər səni dünyaya gətirən, sənə əziyyət çəkən, sənin qayğına qalan, səni bəsləyən, yeməyib yedizdirən, geyinməyib geyindirən, sənin əziyyətinin üzərində əsən, anıya qarşı çıxmaq. Olar mı belə? Atıya qarşı. Ata, ana sənin üçün nə əziyyət çəkir, nə zülüm çəkir. Qışda qalın geyindirir ki, üşüməyəsən. İsti saxlayır səni. Yedizdirir ki, az qalmayasan. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, namaz da qılsan, Quran da oxusan, yaxşı əməllər etsən də Allah deyir, onu qəbul eləməyəcək. Əqqun odur ki, nankör evlad. Nankör bilirsən nədir? Valideynin üzünə ağ olan, ona qarşı çıxan, əli ilə, dili ilə ona qarşı çıxan Allah Teala qəbul etməyəcək, batil edəcək. Allah Teala Quranda deyir ki, valideyninə uf belə demə. Təfsirçilər gətirir ki, bütün cümhur təfsir.
Allah Taala Quran-ı Kərimdə ən yüngül kəlmə olmadı onu gətirsin. Yəni ondan yüngül bir kəlmə olmadı ki, onu gətirsin. 2 hərfdən ibarətdir. Azərbaycan məfhumunda da hər kəs başa düşür. Ayədə keçir. Onlara deyir, uf belə demə, uf belə demə. Nəinki uf demək? Evlat var ki, üzünə qayıdır. Qiyamət gününə cavab verəcəksən. Namaz qılırsan, namazın batil olur. Vacib namazın, nafilə namazın. Xeyr əməl eləyirsən, xeyr əməllərin batil olur. Allah Rəsulu deyir. İsnadı həsəndir, məqbuldur yəni. Allah Taala deyir ki, nankor evladan qəbul etməyəcək. Nə vacibini, nə də nafiləsini. Özünü niyə hədər yerə yorursan? Əgər sən valideynin üzünə ağ çıxacaqsansa. Hədisin ardında həmçinin Peyğəmbər s.ə.v buyurur, minnət qoyanın, yaxşılıq edən və yaxşılıq etdikdən sonra başa qaxanın əməlini qəbul etməyəcək. Nə nafiləsini, nə fərzini. Eləcə də qədəri təkzib edənin Allah Taala qəbul etməyəcəkdir. Nə nafiləsini, nə də ki, vacibini. Ona görə dəyərli qardaşlar, insan bilməlidir. Xüsusən də bu cavanlar. Bilməlisiniz ki, əgər siz bugün neymət içindəsiz, siz valideynin üzünə ağ olursunuzsa, Allah sizin bütün xeyr əməllərinizi batil edər. Qorxun ondan. Çəkinin. Vallahi çəkinin. Həmən valideynin üzünə ağ olanda get dizlərini yerə qoy, ağla, Allahdan bağışlanma istə və ananın, atanın başından öp, əlindən öp. Anasını, atasını itirən adamlar bilir. Ana nədir, ata nədir qədri. Vallahi itirənlər bilir. Əgər bugün sən onların qədrini bilmirsənsə, bayaq söylədiyimiz hədis zaman gələcək, necə ki, əvvəldə danışdım, necə ki, ay ilkin mərhələsi hilaldır, sonra bədirlənir, sonra nə olur? Zəifləyir və yox olur. Eyni ilə də insanın ömrü. Doğulusan, bugün gəncliyin çağındasan. Sonra gəlib elə bir kamillik yaşına çatacaqsan, ondan sonra qocalıq mərhələsi. Qocalıq mərhələsi də ilkin mərhələdə insan necə zəif olur, həmin mərhələdir. Unutma, bil ki, bugün sən o yaxşı vaxtındır, yəni qüvvətli vaxtındır, yaxşı görən vaxtındır, eşidən vaxtındır, yəni tutan vaxtındır. Bir gün həyat elə gəlir, insanın qocalıq vaxtı zəifləyən vaxt olur. Sən valideynlərinə yaxşı ol, övladların da sənə yaxşı olsun. Allahdan istəyirəm ki, bütün müsəlmanların övladlarını salihlərdən etsin. Allah Taala müsəlmanların valideynlərinə də rəhm eləsin. Allah Taala bizim günahlarımızı bağışlasın və müsəlmanların ailəsini qorusun. Hər cür xətadan, bəladan, şərdən, müsibətdən. Və Allah Taala müsəlmanların balalarını daim xeyir üzərində, xeyir əməllər üzərində yaşatsın, salih əməllər üzərində yaşatsın. Allah Taala bizlərin valideynlərinin günahlarını bağışlasın və bizlərin valideynlərə rəhm eləsin. Allah bizə iman üzərində yaşayıb və iman üzərində ölməyi hər birimizə müvəffəq etsin. Allah Taala bizi eşidib faydalanan və ixlaslı qullarından etsin. Subhanəkallahumma və bihamdikə əşhədu en la ilahə illə əntə əstəğfiruka və ətubu ileyk.